Herkese salam, kanalıma bir imamınız xoş gəldiniz. Mən Aysin. Hal-hazırda saat 4-ə qalır 20 dəqiqə və mənim saat 9-da hazırlığım var. Yəni tam olaraq 5 saat 20 dəqiqə vaxtımız var. Bu 5 saat 20 dəqiqə ərzində nələr eləməliyik, onları deyim sizə. İnformatikadan tapşırıqlar yazmalıydım, onu yazmışam. Ondan sonra fizikadan qayda öyrənməliyəm, testləri yazmalıyam. Tapşırıqlar o qədər də çox deyil, azdır. Yəni təqribi 1 saat yarım uzaqbaşı bu mənim vaxtımı aparar. Ondan sonra fizikadan köhnə mövzuları təkrar edib, ondan sonra fizikadan 2-3 dənə falan sınaq işləməliyəm. Ondan sonra ingilis dili öyrənməliyəm, Python öyrənməliyəm və bir də bu vlogu çəkməliyəm. Ondan sonra da ki, mən bu günləri 2-3 dənə skript yazmaq istəyirdim. Prosta inanmıram vaxt qalsın o skriptləri yazmağa. Ona görə böyük ehtimalla sabahları vaxt tapsam, sabah yazaram. Ondan əlavə bir dənə qısa video çəkməliyəm. Yəni bu uzaqbaşı mənim 10 dəqiqə videom, 10 dəqiqə vaxtımı aparacaq. Ondan sonra uzun bir vlog seçməliyəm. Onu da hal-hazırda çəkirəm. Elə böyük ehtimalla bunu da dərsdən sonra editləyib paylaşacağam. Çünki neçə vaxtdır təqribi 2 gün olar böyük ehtimalla mən kanala video atıram. Ona görə aktivlik çox olmasın deyə bu günləri elə bunu editləyib paylaşacağam. Bir də informatikdən ümumi qaydaları təkrarlamalıyam. 2 səhifəlik bir dənə PDF var. Həmin o PDF-i öyrənməliyəm. Orada nədir? Proqramlar, yəni raster qrafika proqramlar, vektor qrafika proqramlar, nə bilim, uzantılar, hansı mətindir, hansı qrafikdir falan. Onları oturub bir dənə də o işləşdirəcəm. Bu qədər. Hazırda evdən çıxdım, dükana gedirəm və bir şey almaq istəyirəm. Bu divara falan yapışdırıb nəsə asılları, o cür bir şey almaq istəyirəm. Çünki indi medalları mən divardan asmışam, amma divardan da nə hamısı bir-birinə qarışıb. Əgər o cür asmaq üçün bir şey də bilsəm, alardım, daha belə səliqəli olardı. Qızılları bir yerdən, gümüşləri bir yerdən, bürüncləri bir yerdən asardım. Deyəsən, amma mənim gümüş medalım yoxdur, bir qızıllar, bir bürünc var. Gümüşüm yox deyəsən. Baxın, belə bir şeylədim. Həmin o dediyim şeyləri aldım. Buradan astım, elə bilin ki, 200'lü skoçla, 200'lü skoç gedir, nə gedirsə də. O ilə astım. Sonra olimpiyatlardan aldığım bu medalları yuxarıdakından astım ki, üstdə qalsın. Digər əvvəl futboldan qazandığım medalları falan da bu altdakından, bundan astım ki, onlar biraz da altda qalsın. Bu da əsas bu olimpiyat medalları falandır. Bu da bu cürünə. Və səndə bir dənə gümüş medalım var imiş keçən il qazandığım. O da çox da belə şey deyil. Futbol medallarım opsiyonsuz 6 dənədə, 2 dənə gümüş, 2 dənə bürünc, 2 dənə gümüş, qalanları hamısı riyaziyyatdandır.
Deməli, belə bir şey oldu. Mən fizikanı yazırdım və hal-hazırda dedim ki, mən bunu indi belə yazmaqdansa, bunun ətraflarını da verib müəllimə yazmağa, oturum ətraflılarını yazım. Ətraflılarını yazandan sonra onsuz bütün bölməni təkrar eləmiş olacağam və ətrafını yazandan sonra da gedib 2-3 dənə sınaq tapıb həmin o sınaqları işləyəcəyəm. Və bunlardan hamısından qabaqda birinci oturub bir dənə düsturların hamısını, sonra qrafikləri falan təkrarlayacağam. Bir şey oldu. Baxın, bunlar var, burada olan şeylər də. Bunlar qırıldılar, yəni bir dənə oturmuşdum o yanda özüm üçün. Riski birdən böyle top ses gəldi, dik atlandım. Gördüm ki, sən demə bunlar düşüb, medal da düşüb stolun arasına. Güc bala çıxartdım onu oradan. Nəysə götürdüm mıx falan, mıxdı şurubdumu nədirsə də. Bunu divara, daha doğrusu şkafa şeylədim. Ondan sonra da ora saldım və bu futbol medalları da avtomatik qalxdılar yuxarı tərəfə. Burada ancaq riyaziyyatla əlaqəli şeylər oldu. Bir də indi sertifikatları falan da sabahda bir gündə çıxardaram və sabah böyük ehtimal edirəm sertifikatları çıxardaram, plus buraları bir dənə şkafları, silmələri falan təmizləyərəm. Qəşəng o sertifikatları da yer-bir eləyərəm. Hal-hazırda bir dənə orada kitab rəfinə qoyduğum bir dənə sertifikat var, saçmadan aldığım qızıl medal. Amma burada da sertifikatlarım var. Bunlar bu olimpiyadalardan qazandığım sertifikatlardır. Bir də necə deyim, futboldan qazandığım kurslardan, bu kurs deyirəm, sınavlardan aldığım, plus ondan sonra necə deyim, bir iki dənə yarışlar falan olur. Oralardan aldığım, məktəbdən aldığım sertifikatlar falan da var. Onları da şey olsun, bir yer tapıb qoyaram. Maraqlı bir şey eləmək olar bu stola da. Hal-hazırda isə keçirəm sınaqları işləməyə. Sınaq tapıb sınaq yazacağam. Deməli, hal-hazırda saat 9-a işləyir, 8 dəqiqə oxu düsturları təkrarladım. Sonra bu 20 variant kitab var idi. Oradan birinci, ikinci sınağı işlədim və hal-hazırda dərsin başlamasını gözləyirəm. Düsturları yatmamışdan qabaq da bir dənə oxu təkrar eləyəcəm. Ondan sonra sabahları hazırlıqdan öncə də bir dənə təkrar eləyərəm. Ondan sonra da məncə yaxşı olar. Məncə belə. Və videoda hal-hazırda burada bitirəm. Bundan sonraki, yəni sabahlar çəkəcəyim videoda görüşərik. Vaxta görə bizə yaxşı baxın, sağ olun, salamat qalın. Yeni bir dekabr günündən hər kəsi salamlayıram. Bugün fizikadan sınavımız var. Bəli, həmin o gün yenidən gəlib çatdı. Bugün fizikadan sınav günümüzdür. Hazırlığımızın başlamasına ortalama 3 saata yaxın vaxt var. Yəni mənim hazırlaşmaq üçün 3 saata yaxın vaxtım var. Yəni elə etsəm daha düzgün olar. Və dünənləri əslində oturub düsturları falan təkrarlamışdım. Plus test falan da işləmişdim. Amma bugün də oturub düsturların hamısını bir dənə təkrar edəcəyəm. Ondan sonra da gedib sınaq tapıb sınaq işləyərəm. Suallar daha çox rəqslərdən, mexaniki işdən, gücdən, yəni kinetik enerji, impuls, o cür şeylərdən düşər böyük ehtimalla. Ona görə daha çox həmin o hissələrə üstünlük verəcəm, amma bir dənə təkrar edəcəm. Çünki köhnə mövzulardan da düşmə ehtimalı var ki, düşəcək böyük ehtimal. Oturub bu düsturları təkrarladım, sonra hazırlığa getdim, sınağı yazdım, sonra qayıdım. Ondan sonra da eləməli olduğum şeyləri deyim. Dünən video çəkmişdim, həmin o videonu oturub editləməliyəm, ondan sonra o videonu paylaşmalıyam. Ondan sonra oturub ingilis dili işləməliyəm, Python işləməliyəm. Əgərsə bu informatika hazırlığımız olsa, yəni olacaqsa, informatikadan tapşırıqlarımızı yazmalıyam. Bu qədər. Ondan sonra da axşam səhvlərim həmsə 7-də bu onlayn dəstəkli müəllimimizlə bu Explorer qrup açıb ya şahmat oynayarıq, ya İstanbul Guys falan girərik. Amma böyük ehtimalla İstanbul olar, çünki dünənləri Timon böyük bir dənə hüzün yaşadıq bizə. İndi bir dənə tükana girim, çıxım danışaram orada. Deməli, böyük ehtimal bilirsiniz,
Bir dənə olimpiyada var idi, Timo. Biz haçan getdik ya ona? 21-i getdik də səhv eləmirəmsə. Bilmirəm, tam tarix yadımda deyil, amma bilirəm ki, keçən həftə getdik də. Bu gün 6-cı gün, 6 gün qabaq ayın neçəsi eləyirdi. 21-i də elə səhv eləmirəmsə. 21-i biz bir dənə olimpiyadaya getdik, Timo. Bu olimpiyadan da çətin olacağını əvvəlcədən bilirdik. Çətin, dəhşət çətin olacağını əvvəlcədən bilirdik. Amma keçən ildə biz getmişdik bu olimpiyadaya və mən olimpiyadanın həmin il, yəni keçəni 1.25 bal yığmışdım 100 baldan. Keçən ildə hamı bu cür nə yazmışdı, hamı bərbad yazmışdı deyə. Nəsə keçiblər bunu faizə. Deyəsən 13 baldan yuxarı yazan hamı medal aldı keçən il. Yəni bürünc, sonra filan balı keçəndə gümüş falan. Oralar yadımda deyil, amma biləm ki, nəsə balı faizə çevirdilər də. Biz də bu il çıxmışıq indi, getdik, verdiyi imtahanı çıxdıq. Mən 24 bal yığmışam da bu dəfədə. Bizim də indi bir qrupumuz var, 3-4 dənə uşağı kursdan. Hamımız orada danışırıq, fikirləşirik ki, indi yəqin yenə faizi keçirəcəklər. Deyir ki, hamı mənim vəziyyətimdə yazıb da. Biri 24 bal, biri 29, biri 35. Yəni 40 balı keçənimiz yoxdur da bizim, o cür nə fikirləşir. Sonra müəllimimiz də deyir ki, böyle əmin ki, faizə çevirəcəklər, zat rahat olun. Dünənləri oturmuşdum, nə inirdim tam yadımda deyil. Reski bəs Timonun qrupundan mesaj gəldi. Bəs gördüm medalçılar açıqlandı. Dedim, nə yaxşı gözlə, baxaram da indi. Aşağı bir damcı düşdüm, gördüm bal yazırlar. 20 baldan 40 bala kimi Amirqıl. Sonra 40 baldan 60 bala kimi bürünc. 60-dan 90'a gümüş, 90'dan 100'ə qızıl. Şeydə yazıblar ki, bəs 100 bal yığan 3 nəfər var da, bu üçü də finalda pulsuz iştirak edəcəklər. Çünki hələ 100 balda balacalar yığar, mən də hələ də aşağı düşürəm ki, bu yəqin balacalarda belədir. Çünki balacalarda normal olur da biraz daha suallar, onlar yaza bilirlər. Böyüklərə qalxdıqca, yuxarı səviyyələrə çıxdıqca suallar çətinləşir, avtomatik ortalama da azalır da. Düşdüm, qutardı da, mesaj qutardı. Gördüm ki, biz yoxuq da, yəni biz də medal almamışıq. Girdim, atdım qrupa və danışırıq. Hamı şey eləyib, buruza girib belə bilmir nə şeyləsin, nə desin. Çünki heç kim gözləmir də belə bir şey olsun. Sonra müəllimimiz yazdı ki, yəni kim o qoymaqda çevirir faizə də dedilər, ballandı. O şey, yəni 10-11-ci siniflərdə bilmirik neçə dənə medal var, amma o bilir ki, dəhşət azalacaq. Çünki grade 10'da bizim sinifin ortalaması 17'dir. 17 ortalamanın olduğu bir dənə olimpiyadada 40 bal necə keçid medal balı olsun? Məntiqsiz daxı biraz belə də fikirləşən. Ortalama 17-dirsə minimum medal necə 40 baldan olsun? Nəysə, indi 11'lərdə ortalama nədir bilmirəm, amma o biləm ki, 11'lərlə 10-cu sualların çox sualı eyni idi. Arada yəni 6-7 dənə sual fərqlilikdə səhv eləmirəmsə. Yəni onları da bizim vəziyyətimizdə olacaqlar da. Yəni ki, Timo dünənləri bir dənə hüsran yaşatdı bizə. Dərsə girmişik indi, həmin gün bir dənə onlayn kurslar var bizə. Nəysə, dərsə girmişik, dərsdə də hamı şeydir də. Nə olacaq bu, naxir, dərs. Öndə işinə olmur da, elə ki, gözləyirik. Hayf. Necə bir ümidlə gelmiş deyə, mən bu il də fikirlədim yenə faiz səviyyələrin azından Timo'dan da medal alaram da. Yəni, bürüncə mən razıydım. Çox da belə yuxarı qalxmadım, amma bürüncə razıydım da Timo'dan. O belə olmadı. Neysə də. Boş yerə. Nəsə. İndi bu günlərdə bu ehtimalla ona görə İstanbul falan oynayarıq, başqa tarix. Ya da nə bilim şahmat eləyərik, bilməm, hər şey ola bilər. Əsas bir sınağı yola verilmiş öməlli bu günləri. Bu arada yeni ilə də artıq az qalıb, 4 gün falan qalıb və yeni illə əlaqəli nə video seçdim hələ də bilmirəm. Amma maraqlı bir şey çəkmək olardı, çünki yeni ildə, ildə bir dəfə olan bir şey deyil. Maraqlı bir şey eləmək olar, da nə eləmək olar bilmirəm. Ona görə fikirləriniz falan varsa yaza bilərsiniz. Canlı yəni falan açmaq olar rəsmində, nə bilim. Bir də şey deyəcəkdim sizə. Sabah, yəni bazar günü, bir də birinci günləri inşallah 2 dənə futbol vlogu çəkmək istəyirəm. Yəni bazar günü birini, birinci gün birini. Əgər oyunlar ləğv olmasalar, inşallah bazar günü İngilis dil müəllimimizlə, birinci gündə bu kurs müəllimimizlə gedəcəyik futbola və həmin günlərdə maraqlı videolar çəkməyə çalışacağam. Yəni çalışacağam, ona görə
Siz indidən abunə olun, zınqıl falan atın ki, videonu mən paylaşanda birinci sizin xəbəriniz olsun və bu mükəmməl videoları girib birinci siz izləyə biləsiniz. Və bu videoya da like atsınız, öz fikrinizi şərhdə yazsınız falan. Sonra Instagramdan, TikTokdan takip edəsiniz. Adımın buralara bir yerə qoyaram. Sevinərəm. Və uşaqlar, bunu da deyim ki, hazırlıqdan qayıdandan sonra bu işlərimi gördüm. Gözlüyün nələr olduğunu deyim sizə. Bircə saniyə. Yolda biraz təqrib etdim, tam yadımda deyildi. Nəsə, fizika təşkilləşdirməliyəm, informatikan yazmalıyam, tapşırıqlarımız var imiş. Ondan sonra Python öyrənməliyəm, ingilis dili öyrənməliyəm, video editib paylaşmalıyam. Ondan sonra bir dənə qısa video çəkməliyəm, bir də bu uzun vlogu çəkməliyəm. Bir də bunu da böyük ehtimalla sabahları editləyərəm. Yəni istəyirəm bundan əvvəlki videolarda danışmışdım. İndi yenə qısa da deyim. Yəni videonu bu gün çəkirəm, sabah editləyib elə sabahda paylaşıram. Yəni məsəl üçün 25-i çəkdiyim videonu 26-sı paylaşıram. Uşaqlar, deməli hal-hazırda hazırlığımızın başlamağına təqribi 47 dəqiqə falan qalıb. Mən də ortalama yarım saatdan sonra evdən çıxacağam ki, hazırlığa gedim. Düsturları falan hamısını təkrarladım. Yəni səhvsiz hal-hazırda özümüzmə danışa bilirəm. Yəni işıq marketdə desəm. Nəysə, yəni normal keçər məndə sınaq. Oturub indi bir dənə də sınaq tapıb sınaq işləyəcəyəm. Ondan sonra evdən çıxaram. Yəni yarım saata nə qədər çatdıra bilirəmsə sınaqdan sual, o qədərsini də yazaram. Bir də Timo ilə əlaqəli nə oldu onu deyim. Timoya biz yazmışıq, maildən yazmışıq, WhatsAppdan yazmışıq, Instagramdan yazmışıq, TikTokdan yazmışıq. Nəysə, axır əvvəl Instagramdan bunlar cavab yazdılar. Timonun da 2 dənə var. Bir Timo Olimpiada, Timo Azərbaycanda. Timo bu il Azərbaycanda keçirirlər axı. Nəysə, türklərlə danışdıq, biz deyirik onlar deyir, biz deyirik onlar deyir, biz deyirik onlar deyir. Hər şeyə bir dənə cavabları vardı. Özdə həmişə də eyni şey deyirlər. Web saytda yerləşdirilir, web saytda yerləşdirilir. Keçən ildə yerləşdirilmişdi də bu onsuz, sonradan dəyişdiniz də siz bunu. Bəs bu il deyirlər ki, yoxla ballandı, ballandı. Dirəşib ballandı. Biz də dirəşmişik ki, faizə çevirin bunu. Çevirmirlər. Keçən ildə belə idi, amma çevirdilər keçən il. Kim Olimpiyada türklərlə də danışırıq, ən azından cavab verirlər adama da, başa düşürsünüz? Ən azından deyir ki, mümkün deyil də, bunu deyirlər adama ən azından. Azərbaycana yazdım, dünən yazmışam ha, bu gün cavab verib mənə. Dastan yazmışam indi, yəni yadımda olsa qoyaram buralara deyirəm. Mən bu uzunluğunda mesaj yazmışam mən onlara. Bir şey atdılar ya, bundan. Smiley, o da smiley kimi atmalar ha, üstünə basırlar reaksiya olur ha, ondan atdılar bir dənə smiley, всё. Tömiz adamın əsəbi ilə oynayırlar Nəysə də indi oturum çox vaxt getməsin ki, ilə fizikadan sınaq tapım, bir dənə sınaq işləyim. Ondan sonra da Allah haqqımız xeyir etsin də gedirik sınağımızı yazaq. Belə, söndürəm indi yəni kameranı. Evdən çıxdım, hal-hazırda hazırlığa gedirəm. İndi bir də inşallah hazırlıqdan çıxandan sonra ataram kameranı. Şans diliyim. Belə də. Və sınaq da şey elədim, işlədim də. O da tam işləyib qutara bilmədim də. 19-a kimi falan gəldim səhvləmirəmsə. İndi çıxdım hazırlıqdan və sınaq da ki, Allah xırmızı xeyir versin də, nə bilim, 30 dənə sualdan 20 dənəsini yerə yazsam böyük şeydir. Bilmirəm. Allah xırmızı xeyir versin. İndi cavabları müəllimə deyəndə hansısa bir videoda deyərəm, necə yığmışam. O da yaxşı yazsam deyəcəm, pis yazsam deməyəcəm. Amma 20 keçsəm böyük şeydir, çox böyük şeydir yazdı. Dəhşət çətin idi. Suallara baxanda birinci söyləndi ki, belə şeylər keçmişdi, yəni. Titrəmə girdi, qızdırmam qalxdı. Mənim biraz problemlər yaşandı, nə bileyim. İndi gələm evə, ya ingilis dili, ya Python, ya da informatika ayda, oturub informatika yazmalıyam, sabah tapşırıqlarımız var. Sabah hazırlığımız var. Nəsə. Uşaqlar, bu İstanbul Guys falan deyirdim, o ləğv oldu. İndi başqa bir şey taparam eləyərəm. Yəni informatikanı yazmalıyam. Plus Python var, ingilis dili var, bir də video editləməliyəm də. Yəni oturub onları eləyərik. Bu Explorer ləğv oldu. Qaldı bir də gələn həftəyə.